Dünyanın son 200 ildə hegemon və məğlub edilməz güc kimi tanıdığı Amerika Birləşmiş Ştatları üçün son 2 gün qapqara, həqiqətən də qapqara rəngdə keçir. O Amerika ki, bu 200 il ərzində öz donanmalarını hansısa ölkəyə tərəf yola çıxardanda o ölkənin hakimiyyəti devrilərdi, avtomatik süqut eləyərdi. Və o Amerika ki, donanmalarından əlavə özünün qeyri-legitim övladı olan İsraillə birlikdə bütün dünyada hava qüdrətində rəqibsiz kimi tanınırdı. Bəli, cümə günündən üzü bu tərəfə Amerikanın qara günü davam edir. Salam, əziz və hörmətli bacı və qardaşlarımız. Black Friday, qara cümə günü Amerika üçün daha da qaralmağa davam edir. Bir gecə öncəsində F-35-in İran səmalarında döyüş başlayandan bəri ikinci vurulan F-35 xəbərindən sonra Amerika cəbhəsi F-35-in pilotunu tapmaq üçün və kömək əməliyyatları üçün qırıcılarından və vertolyotlarından istifadə etmək istədi. Bunlar vuruldu. Daha sonra bombardımançı və güclü texnologiyaya malik digər F-15-ini göndərdi ki, F-15 də vuruldu. Onun da pilotunu və pilotlarını axtarmaq üçün Amerika qüvvələrini cəlb etmək istədi, onlar da vuruldu. Son 24 saat ərzində, hələ 2 gün demirəm, son 24 saat ərzində, necə deyərlər, dırnaq arasında hegemon güc kimi tanınan və hava qüdrəti ilə öyünən Amerika Birləşmiş Ştatlarının vurulan hava qüdrətlərinə nəzər eləyək. Deməli, mən burada siyahını hazırlamışam. F-15 təyyarəsi, qırıcı təyyarə. Daha sonra 3 ədəd Black Hawk xilas edici helikopterlər, 2 ədəd A-10, yəni A-10 qırıcı təyyarəsi, açıqlanmayan, amma Qəşm adası tərəfində vurulan çox inkişaf etmiş, super inkişaf etmiş digər qırıcı təyyarə, 2 kruz raketi ki, gizlənən raketdir, radardan qaçan raketdir. İranın müxtəlif yerlərində, biri Xomeyn tərəfində, biri də Zəncanın üzərində. Bundan əlavə 2 MQ-9 bahalı dronları vuruldu, 2 ədəd Hermes və 1 ədəd Lukas pilotsuz təyyarələri vurulub yerə salındı. Bunlar necə vuruldu? Podkastimizdə də danışmışdıq siz üçün. Və bunun nəticələri və hədəfləri nədir? Qısaca buna toxunaq. Diqqət eləyin, F-35 vurulandan sonra Amerika xilas edicilərini göndərdi. Black Hawk 2 dənə göndərdi. Bunlar vuruldu səmada. Sonra 2 dənə də mən unutduğum C-130 qırıcılarını göndərdi ki, bunlar güclü radar sisteminə malik idi. Bunlar da vuruldu və alova büründü ki, şəkillərini də mümkündür ki, sosial platformalarda ehtimal böyükdür ki, görübsünüz. Və pilotlarını axtararkən F-15 vuruldu. F-15 vurulandan sonra onun da pilotunun axtarışına gələn bayaq dediyim 10 təyyarələri A-10 ki, bunlar da yüksək texnologiyaya malik qırıcılar idi. Bunlar da vuruldu. Və son 2 gün, cümə günündən üzü bu tərəfə son 2 gün sözün həqiqi mənasında qara buludlar Pentagonun səmasını bürüyüb. Niyə görə? Bayaq dedik ki, qısaca toxunacaq. Təsirləri nədir və hədəflər hara gedir? Görürsünüz, son günlərdə quru qoşunlarla hücum etmək məsələsi ortaya çəkilir. Biz demişdik, 2 kartı var. İranın infrastrukturalarına hücum eləmək cəhdi və quru qoşunlarla
media propagandaları üzərində daha çox manevr edib, qorxu yaratmaq, dünyada öz olmayan prestijini xilas etmək istəyən Amerika, Trump administrasiyası və onu idarə edən pərdə arxası güclər bu iki qara günlə daha çox bataqlığa düşdülər. Bunun hədəf və nəticələri nədir? Yadınızda varsa biz neçə ildir bir nöqtəyə çox təkid edirik. İslam Respublikası İran və bütün qloballaşan müqavimət cəbhəsinin mərkəzliyini təşkil edən İranın strateji səbr və İslami prinsiplərə söykənən taktikası, sədəf taktikası, təhlükəsizlik taktikasından danışırdıq. Və qeyd edirdik ki, bu taktikaya əsasən İran qarşı tərəfi və qolları olan cəbhələrlə birlikdə qarşı tərəfin maddi ideologiyası üzərində hesablama aparıb, həm döyüş meydanında, hərbi meydanda, həm kəşfiyyat, həm diplomatik arenada və bu gün iqtisadi boğazlarını sıxaraq bir iş görür onlarla. Onlar maddi və materializm ideologiyasına sahibdilər deyə hövsələləri yoxdur. İran öz strategiyası ilə onları, necə deyərlər, yaygınlaşdırıcı və yorucu, gücdən salan bir strategiya izləyir və onların hövsələsi yoxdur deyə bu bəzi nəticələr verir. Demişdik, həm Siyonist rejimin daxilində, həm Amerikanın daxilində çatlar böyüyür. Biz izləyənlər Əqsa tufanı, Tufanul Əqsa 2023-dən bəri buna çox təkid edirdik, bilirlər. Bugünkü şeytanın səhnənin artıq önünə gəlməyə məcbur olduğu və daha çox əl-ayaq çalmağa məcbur olduğu dövrdə bu dünyada daha açıq-aşkar görünür. Tədrici cəhənnəmə tərəf sürüklənmə prosesi gedir. Və bu proses daha da intensivləşir. Bunu dediyimiz bu son qara 2 günə tətbiq eləsək, detallarını üzə çıxartsaq, daha çox görünür. Həm dediyimiz daxildəki parçalanmaları, həm tez plan dəyişməyə məcbur olmaqları və psixoloji depressiyalarının artması fonunda görə bilərik. Bu 2 qara gün ərzində sadaladığımız İranın onların ən çox öyündükləri hava qüdrətinin belini tamamilə yerə vurmasından sonra Allahın lütfü, qüdrəti və inayəti ilə sadaladıqlarımızın içərisində 2 qırıcı A-10-dir, A-10. Bu 2 qırıcı bəzi məlumatlara əsasən Amerikada çox məhdud saydadır, çünki çox bahalıdır və zaman alır bu cür yüksək texnologiyaların, bəzən aylar, illər zaman alır ki, istehsal olunsun. 10 dənə olmalıdır onların əlində. İkisini artıq İran son 2 gündə vurub. Bu A-10 nədir? Bu A-10 quru qoşunla bir yerə hücum edəndə aşağıdan uçuş edir ki, radarlar tuta bilməsin və qarşı tərəflə quru qoşunları bunların üz-üzə gələndə logistik rolunu oynayır. Qarşı tərəfi bombardıman eləmək üçündür. Ki, asan Amerikanın quru qoşunları harasa daxil olub hansı ərazini tuta bilsinlər. Quru məsələsi ilə Amerika dünyaya propaganda edir, Trump. Amma quru qoşunlarının logistik sistemi olan A-10 ki, onların əlində bəzi məlumatlara görə çox məhduddur, 10 dənədir. İkisi 2 gündə vuruldu. Dediyi nəticələri nədir? Bəli, bax İranın bu strategiyası burada işə yarayır. İlahi prinsiplərə əsaslanan qarşı tərəfi yorucu strategiyası. Bunun nəticəsi budur ki, Trump administrasiyası və o Peter Hegseth ki var, onun müharibə naziri hesablamalarında daha çox səhvə düçar olmalıdırlar. Çünki əl-ayaqlarını itirirlər və əsəbləşirlər. İçəridən siyonist lobbilər bir təzyiq edir. İçəridən bunların dövlət sistemində olan, özləri üçün də olsa ağıllı hesablamalar edən generallar bunlara bir təzyiq edir ki, etməyin. Siyonist lobbilər deyir ki, edin. Amerika xalqı
bir təzyiq edir və bunlar da məcburdur seçim eləsin. Və bunlar da görür ki, İran mənə daxildə olan təzyiqi yatırtmaq üçün Epstein məsələləri ilə birlikdə Siyonist lobbilərinin işini görmək üçün mən hücum etməliyəm İrana. Amma quru qoşunları ilə hücum etmək üçün vurulan A dediyimiz A-10, A-10 qırıcıları bunların qarşısında mane olur. Və daha çox içəridən bunlara generallar etiraz edəcək və daha çox kadr dəyişikliyinə məcbur olacaqlar ki, Hekset və Trump kimi başdan xarabları gətirsinlər. Yarpaq tökümü çoxalacaq. Dövlət strukturalarında, Centcom'un strukturalarındakı parçalanma və ictimai parçalanma və etirazlar bundan sonra daha da sürətli hal almalıdır. Bax, İran bu taktikanı yürüdür bunlara qarşı. Çünki son əllərində qalan kartlar dəfələrlə dediyimiz kimi ikisi idi. İranın infrastrukturalarına hücum eləmək. Bunu sınadılar yenə. Məcburdular deyə sınadılar. Mahşəhərdə neft kimya zavoduna hücum elədilər. Bugün İnqilab Keşikçiləri Korpusu artıqlaması ilə Beyrut-Səbdə, Nəqəbdə Siyonist rejimin işğal etdiyi zonalarda neft kimya zavodunu havaya uçurtdu və Bəhreyndəki Amerikanın böyük neft kimya zavodunu alova bürüdü. Və İnqilab Keşikçiləri Korpusu bugün bax bu saatlarda bir daha bəyaniyyə verdi ki, bundan sonra əyri addım atsaz, buna şükür edəcəksiniz. Kərəcdə infrastrukturalardan biri tikilməkdə olan Yaxın Şərqin, yəni Qərbi Asiyanın ən böyük körpüsünü bir hissəsini vurdular ki, o yenidən bərpa ediləcək inşallah. İran Siyonist rejimin cənubunda və ərəb ölkələrində infrastrukturalarını vurdu, havaya uçurtdu. Amazonu vurdu, havaya uçurtdu. Oreykili vurdu, o gün dedi ya 18 dənə Sepah şirkət adı sayıb. Casusluq şirkəti. Amazon vuruldu, əsas altyapı deyirlər də infrastrukturası vuruldu. Dünən Oreykilin həssas və əsas infrastrukturası vuruldu. Deməli, bunların bir kartı əllərində partlayır. İkinci kartı dediyimiz quru qoşunlarıyla dünyanı həyəcanda saxlamaq istəyirlər. Quru qoşunlarının lojistik dəstəyi dedik. A-10. Əllərində 10 dənə məhdud sayda olan A-10, son 2 qara gündə ikisi vurulub. Və maraqlıdır. İranın taktikasının nəticələrindən dedik, illərdir sadaladığımız nəticəni bu misalın üzərində sizə dedik ki, nəticələr deyirdik, daxildə onları parçalanmaya gətirməlidir, siyasi arenasında, hərbi strukturalarında və ictimai və sosial bazasının parçalanmasının sürətlənməsində ki, bugün bu nəticələri görürük və daha çox görəcəyik bu qara 2 gündən sonra inşallah. Hələ hansı sürprizləri var? Gələn proqramda inşallah bir işarələr edərik. Və bundan əlavə, qarşı tərəfin, belə deyək də, İran İslam Respublikasının dediyimiz dərəcə, tədricən bunları cəhənnəmin qapılarının, cəhənnəmə tərəf və getdikcə intensivləşən intervalla, yəni artan intervalla davam edən strategiyasının bir nöqtəsi də burada görünür. Qırıcıları vurulur, gəlirlər qırıcılarını tapmağa, pilotunu tapmağa. Əvvəl Centcom, necə deyirlər, inkar eləyir. Sonra görür, İran görüntülərini çıxardır, şəkillərini çıxardır, vurulan görüntülərini çıxardır. Heç nə olmayıb, pilotumuz sağlam qayıdıb. Sonra xəbər çıxardırlar ki, pilotu öldürmək üçün Hannibal taktikası var, Siyonist rejim. Görürsünüz, Siyonist lobbilər idarə edir Amerikanı. Necə Siyonist rejim Qəzzədə əsir götürülən və pusquya düşən əskərlərini, hərbiçilərini xilas etmək üçün görürdülər, xilas edə bilmirlər. Xilas edici qrup göndərirdi. Onlar da pusquya düşürdü, əsir götürülürdü, ölən ölürdü, yaralanan yaralanırdı. Hannibal taktikasını tətbiq edirdi ki, özünün hərbiçilərini öldürsün ki, ələ sağ düşməsinlər. F-35 vuruldu, əvvəl dedilər vurulmayıb.
Sonra dedilər, gördülər yox, biabırçılıqdır. Dedilər F-16'dır. Sonra İran yayımladı, sənədləri ilə göstərdi. Dedilər pilot salamat qurtarıb. Sonra pilot öz sözlərini yenə də paradoksal ziddini dedilər, yəni göstərdilər. Dediyimiz bu sadaladığımız qırıcılardan göndərdilər. C-130, 2 gündə 2 dənə də C-130 vurulub ki, həssas qırıcılarındandır. Onları göndərmişdilər ki, bu pilotlarını xilas eləsin. Amma deyirdilər ki, pilot sağlamdır. Biraz yaralıdır, sağlamdır. Neçə qat yalanlarından sonra pilot sağlamdır dedilər. Pilot sağlamdırın üstündən gəldilər ki, həmin o siyonist rejimin Hannibal taktikasını icra eləsinlər, gəldilər bombalamağa. Bombalayanda İran hava hücumundan müdafiə sistemləri bu qırıcıları da vurdu. Siz təsəvvür edin, ümumilikdə son bax bu gün ərzində, hələ mən bu gün, vurulan qırıcı və helikopterlərin içərisindəki pilotların özü belə, çünki helikopterlər vurulanda adətən xilas edilə bilmir. Ən azı 3 ya 4 helikopteri nəzərə alsaq ki, ən azı 3 helikopterləri vurulub. Həmin o Black Hawk 3 dənəsi ən azı və bu günə qədər vurulub. Ən azı hərəsinin içərisində 2 nəfər hesablasaz, 6 nəfər də bunlar vurulub və xilas helikopter qırıcı kimi deyil. Adətən məhv olurlar. Və qırıcılarının, göndərdiyi qırıcılarının vurulması, xilas etmə əməliyyatı üçün və yaxud da bombalayıb öldürmək üçün göndərilən qırıcılarının, pilotlarının vurulması da ən azı hesablasaq bir 10 dənə də orada pilot var. Yaralı, ölüb, yaxud da pilotları canlı ələ keçib. Bu daha ağır faciədir. Həm prestij baxımından, həm də dediyimiz İranın strategiyası kontekstində baxanda pilotların vurulması Amerikanın həm döyüşü planlaşdıran generallarının CENTCOM-un içərisində böyük parçalanmaları artırmalıdır. Həm Trump və həmin o Peter Hegseth müharibə nazirliyinə gələn təzyiqləri daha artırmalıdır. Yəni böyük partlayışın astanasındayıq Amerikanın strukturasında və sosial bazasında və sözünü verdiyimiz parçalanma siyonist rejimin daxilində də güclənir. Görüntüləri izləyirsiniz, Türkiyənin bəzi mediaları da bunu verir. Təl-Əvivdəki artıq insanların çölə tökülməsi. Çölə tökülmələrinin səbəbləri bir çox səbəbləri var ki, müharibəni saxlayın. Niyə? Çünki İran zərbələri son 2-3 gün ərzində kanalizasiya sistemi də partlatdı və kanalizasiya sistemlərinin bəziləri onların sığınacaqlarına yaxın idi, sığınacaqlara axdı. Özlərinin layiq olduğu maddələr töküldü üstlərinə. Və bu da onları əvvəlki sığınacağa qaçmaq depressiyasından əlavə daha böyük depressiyalara salır. Bu da qarşı tərəfdəki partlayışların sosial və dövlət idarəçiliyində ki, əlbəttə siyonist rejimdə qondarma dövlətdir, Amerika və siyonist rejimin hakim strukturalarında və hərbi strukturalarında daha böyük çöküşün müjdəçisidir inşallah gələcək günlərə. Əlbəttə, qarşı tərəf bayaq sadaladığımız faktorlar ki, siyonist lobbisinin son təzyiqlərinə uyğun olaraq həm daxildəki parçalanmanı, dövlət strukturasındakı parçalanmanı, həm hərbi strukturasındakı parçalanmaların necə deyərlər, bahasına da başa gəlsə, əllərindən gələn namərdlik etməyə çalışacaqlar İran İslam Respublikasına qarşı. Amma dərd orasıdır ki, etdikcə İran 10 qat vurur və bu da onların sonunu daha tez gətirir bölgədə. Bəs iki nöqtəni sonda unutmayaq. Bir, İranın strategiyası, dediyimiz strategiyası buna köklənib ki, böyük şeytan bölgədən çıxsın və siyonist rejim tək qalsın və digər müqavimət oxlarının, Livan müqaviməti, Yəmən müqavimətinin də zərbələri şiddətlənir ki, bugün artıq Livan müqaviməti də artıq dənizdə əməliyyat edib siyonist rejimin donanmasını vurdu, hədəfə aldı və partlatdı. Şimal və cənubdan gələn təzyiqlər Suriyada şəhid rəhbərimizin verdiyi vədələr reallaşır. Xalq müqavimət qüvvələri qalxıb ayağa,
Kərraruşşam və digər müqavimət cəbhəsi də açılıb. Siyonist rejimin bir qərb hissəsi qalmışdı. Mediteranə, Aralıq dənizi, o Siyonist rejimin orada da donanması vurulur. Hər tərəfli təzyiq planı işləyir Allahın izni ilə və Siyonist rejimi əldən verib Amerikanın bölgədən qaçma planı üzərində daha çox İran öz strategiyasına əsasən təzyiq, maksimum təzyiq və artan, belə deyək də, biri var şaquli, yəni əmudi artan, biri də üfüqi, getdikcə artan. Üfüqi artan təzyiqlə 17 bazası tamamilə məhv edilmiş Amerika hərbiçiləri bölgədən getmək üzrə planlaşdırılıb. Və bu planlar sadaladığımız ikinci məsələ detallarla icra olunur ki, Amerika hərbiçiləri artıq otellərdə falan bilirsiniz gizlənməyə məcburdur və oralarda da vurulur. Bölgə xalqları da həmkarlıq edirlər. Bu isə bizə bunu göstərir ki, mümkündür bəzi ərəb ölkələrində yaxın günlərdə hakimiyyət dəyişiklikləri də ola bilər ki, xalqın əlinə düşsün. Hər halda qələbənin yaxınlığının müjdəsi müjdəsini verən proseslər gedir. Unutmayaq, Allahın lütfu ilə fiziki və maddi texnologiyalara sahib olmuşuq və asimetrik döyüşdə qarşı tərəfin burnunu yerə sürtməyə davam edir haqq cəbhəsi. Ona görə də həmişə təkid etdiyimiz bir tövsiyə. Fəth surəsi, oxuya bilməyən Nəsr surəsi ki, 3 ayədir. Bunları çox oxuyun və dualar daha da çoxalmalıdır. Bundan əlavə, keçən səfər bir proqram, bundan öncəki proqramda gedin baxın, orada sonda Azərbaycan xalqımıza üzümüzü tutduq və dedik ki, olmaya Kərbəla bitə, amma bu Kərbəlada biz qalib gələk. Kərbəlada şəhid olan liderimiz və rəhbərimizin oğlu Seyyid Muştəba Xameneinin yanında heç nə edə bilmədiyimizə görə düşmənlərdən, düşmən cəbhəsindən sayılanlardan olaq. Yəni Allahın yanında bu cəbhədən sayılanlardan olaq. Ona görə hər birimiz hansı imkan var əlimizdə onu həyata keçirməliyik. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.